Yalnızlıqdan şizofreniyaya, OAR. Mənə əynimi qalın geyinməyi tövsiyə edən anama və motosikletin rolunu bərk sıxmamağı məsləhət görən atamın xatirəsinə ithaf olunur. Biraz əvvəl dediyim 4-5 milyard il bundan öncə bir sənət əsəri yaradıldı. Möhtəşəm bir sənət əsəri. O sənət əsəri ki, onu sərgidə yerləşdirmək üçün nəzərdə tutulan sərgi salonu ən azı 510 milyon kvadrat kilometr olmalıdır. Bəli, biraz böyükdür. Bunu nə sən, mən, sənin özlərini dünyanın ən ağıllı varlığı sayan müəllimlərin, nə də ki, səliqəli kostyumda əda ilə yeriyib istehzalı gülüşü ilə pulumla mümkünsüzü mümkün edərəm deyən məmurlar yarada bilər. Bu sənət əsərini yaradan mütləq Tanrı ləqəbi ilə şərəfləndirilməlidir. Mən onunla elə də yaxından tanış deyiləm, amma haqqında bəzi məlumatlarım var. O çox fərasətli biridir. Böyük bir sistem yaratdı və hər şey bir-birinə uyğunlaşdırdı. Bilmirəm, bəlkə də biz dünyaya gözümüzü açandan bəri hər şey bu cür gördüyümüzdən və gözümüz buna öyrəşdiyindən hər şeyin belə olduğunu düşünürük. Gözəl bir dünya yaratdı, amma bir şey nəzərindən qaçdı. Yaratdığı məxluqlara özünü dərk bacarığını verməyə vacib bilmədi və bu nəzərdən qaçmış xırdalığa görə yaratdığı gözəl dünya heç bir əhəmiyyət daşımayan nəhəng topdan başqa bir şey ola bilmədi. Özlərinin ən ağıllı varlıq olduğunu iddia edən insanlar belə heç bir zaman həyatın nəbzini tuta bilmədilər. Bir müddət qarışıqlıq dövrü yaşandı. Seyrək ağ buludlarla bəzənmiş mavi səmada yaz günəşi tam gücü ilə parıldayan bir gün Zevsin kiçik oğlu Prometey həyətdə oynayarkən əlindəki daşlardan biri bizim sənət əsərimizin üzərinə düşür. Daş yerlə toqquşduqdan sonra səmaya qalxan toz dumanı günəşin qarşısını kəsdi. Uzun müddətli soyma dövrü başladı. Nəticədə sevimli yoğurtumun qabının üstündə şəkli olan heyvanlar və digər onun qohum əqrabaları mövcud vəziyyətə dözə bilməyib məhv oldular. Bundan sonra da xeyli qarışıqlıqlar oldu. Yer qabığı sağa tərpənir, sola tərpənir, dağlar, dənizlər yaranır. Tüklü-tüklü insanlar yaranır. Yavaş-yavaş tükləri tökülür, biraz özlərinə gələn kimi bu mənimdir deməyə başlayırlar. Mənim qohumlarımın bu mənimdir deməyə başladığı vaxtdan 1000 illər keçib. Nə dəyişib? Vətənpərvərlik, millətçilik, torpaq naminə, din naminə kimi absurd şüarları prioritet tutaraq bütün tarix boyu bir-birlərini gəh qılıncla, gəh oxla, daha sonra odlu və kütləvi qırğın silahları ilə incitdilər. Nə deyim? Deyim, bəstirin elədiyiniz düz hərəkət deyil uşaqlar və onlar, düz deyirsiniz, biz necə də axmaq olmuşuq, dayandıraq bu mənasız müharibələri deyərək dayanacaqlar. Nəysə, biz insanlar öz gözümüzdə şalbanı qoyub başqasının gözündə çöp axtarmağa öyrəncəliyik. Mən öz müharibəmdən danışmıram. Müharibələri dayandırmaq istəyirəmsə, birinci özümdən başlamalıyam. Elə deyilmi? Axı mən nə vaxt içimdəki kini, paxıllığı, ikra hissini öldürməyə çalışdım? Göydən yağan yağışa məhəl qoymadan, hündürlüyü özü boyda olan ağacın yarpaqlarını yeyərək qulağına gələn vəhşi nərilti səslərindən ürkərək, həyəcanlı gözlərini ətrafa gəzdirən dinozavrın ağlın ucundan da keçməzdi ki, bir gün gələcək, dünyada özünə oxşar bir dənə də olsun canlı mövcud olmayacaq və 2 ayaqlı, sarı burunlu canlı qucağında kompüter adlı əcaib bir cihazla dinozavrların necə məhv olmasından yazar. Heç bu dəqiqə mənim də ağlıma gəlməz ki, Prometeyin növbəti ehtiyatsızlığından sonra hansısa 8 ayaqlı əlində hər hansı bir cihazla insanların necə məhv olduğu barədə yazacaq. Nə qədər ki, bu olmayıb, özümüzə düzəliş verməliyik. Biz hər kəsi tanıyırıq. Hər kəsin ağlından nə keçdiyini, nə fikirləşdiyini bilirik, özümüzdən başqa. Özümüzü bir fincan qəhvəyə qonaq edib, özümüzlə söhbət edib, özümüzlə tanış olmaq heç vaxt ağlımıza gəlməz. Başımız əziyyət çəkərək daha çox pul qazanıb ətrafdakıların gözünə soxmağa, daha yaxşı geyim, daha müasir maşın, daha dəbdəbəli ev, daha mükəmməl smart cihazlar əldə eləməyə elə qarışıb ki, özümüzü tamamilə unutmuşuq. Amma dayan, bir stop elə. Axı niyə? Deyə bir sual verdikdə, yaxud insanlardan kənar bir mühitdə güzgüdə öz əksimizlə üz-üzə qaldıqda və gözlərimizin içinə baxdıqda, mən doğrudan da buyam, mən uçuruma doğru gedirəm, deyirik. Özümüzə və uğrunda çabaladığımız hər şeyin necə də mənasız və lazımsız olduğunu və əsl lazımlı şeylərin bir kənarda qalıb baxımsızlıqdan toz basdığını anlayırıq. Amma yox,
Bunu heç vaxt eləmirik. Özümüzə o sualı heç vaxt vermirik. İnsanlardan kənarda güzgüdəki əksimizlə üz-üzə gəldikdə isə gözümüzün içinə yox, üzümüzdəki sızanaqlara, burnumuzun əyriliyinə, alnımızın qırışına baxırıq. Axmaq olduğumuzu heç cürə qəbul edə bilmərik. Axı hər birimiz ayrılda bir Einsteinik. Mən də bu sürüdən biriyəm. Qətiyyən heç nə ilə fərqlənmirəm. Hər bir gənc qız kimi mən də hər gecə yatağımda uzananda balaşımı qucaqlayıb beynimdə fırlatdığım fikirlər eynidir. Prestijli universitetə qəbul olmaq, daha sonra universitet illərində fərqli geyimlər və imiclərlə ilk növbədə rəfiqələrimin bərəlmiş gözləri ilə heyran-heyran mənə baxmalarından həzz almaq, sonra digər universitet qızlarına gözdağı olmaq və oğlanların fikirlərini qarşıdıra biləcək cazibəyə sahib olmaqda. Kütlədə özüm haqda ağıllı və cazibədar qız reputasiyası yaratmaq üçün əlimdən gələni edirəm. Bu da onu bugün geyindim, bir də 2 həftə sonra geyinə bilərəm. Yoxsa elə bilərlər kasıbam. Bu yubkanı biraz da qısa edim, yoxsa deyəcəklər tükəzbandı. Tezliklə Apple şirkəti iPhone 7 modelini satışa çıxardacaq. Gərək iPhone 6-mı indidən onlayn satış saytına satışa çıxardım ki, yeni model bazara gələn kimi ilk alanlar sırasında olum. Görüşəcəyim oğlanın digərlərindən seçilməsi, hündür boylu, cüssəli, digər qızların da diqqəti çəkə bilən birisi olmasını, ən əsas da metrolarda sülənən biri yox, öz maşını olan biri olmasını istəyirəm. Həm də ki, cibində normal pul olan biri olmalıdır ki, görüşəndə mənə normal restoranlara apara bilsin. Hər gün rəfiqələrimlə görüşüb harasa getməyi planlaşdırıram. Amma axırıncı dəfə nə vaxt atam və anamla harasa getdiyimizi, üz-üzə oturub səmimi söhbət elədiyimizi yadıma sala bilmirəm. Ata-anama qarşı çox soyuğam. Bu məndən asılı deyil. Onlarla münasibət əsnasında bunun fərqinə varmıram. Yalnız gecə yatmaq üçün yatağıma girdikdə bu kimi iradəsizliklərimin verdiyi vicdan əzabı mənə rahatlıq vermir. İçimdə dəhşətli üzrxahlıq hissi baş qaldırır. Ancaq səhər yenə onlara pis münasibət göstərirəm. Yersiz davadalaşlarımdan əl çəkmirəm. Əslində elə bunu da məni yalnız indi dərk edirəm. O hadisə baş verməsəydi, mən bunları heç vaxt anlamayacaqdım. Bütün dözülməz şıltaqlıqlarıma rəğmən atam və anam məni həmişə seviblər. Onların sevgisi o qədər böyük idi ki, artıq görülməz səviyyəyə çatmışdı və mən bunu görə bilmirdim. Evin tək ovladı olmağım da onların mənim üzərimdə bağlılığını artırırdı. Mən isə onlara qarşı həmişə kobud oldum. Ta ki, Tanrının məni qırağa çəkib vurduğu şilliyədək. Bugünün yaşadığım 7592 gündən 21 bir ay. Tək fərqi, rəfiqəm Sabriyananın doğum günü məclisi olması idi. Təbii ki, məni də dəvət eləmişdi. Məclis Edlen Karaoke klubunda olacaq. Sabrina yığıncağa bütün dostlarını dəvət eləmişdi. Şübhəsiz ki, həmin məclisdə mən hamıdan cəlbedici olmalıydım. Amma həmişəki kimi yenə də işim daşdan çıxır. Geyinilmək şansı daha çox olan və ürəyimə yatan yeganə donumu artıq bir dəfə Sabrinanın rəsm sərgisində geyinmişdim. Bu qara donu geyinməyə çox istəyərdim, amma ikinci dəfə eyni geyimdə, eyni adamların qarşısına çıxmaq böyük siyasi səhv olardı. Bu mənim imicimə böyük xələl gətirərdi. Birdən beynimdə lampa yandı. Axı Sabrinanın o darıxdırıcı rəsm sərgisinə universitetimizdən elə də çox adam gəlməmişdi. Oradakıların 90% Sabrinanın oxuduğu rəssamlıq məktəbindən tanışlar idi. Həm sərgidə, həm də ad günü məclisinə gələcək adamların siyasını kəsişdirdikdə vurtut 5-10 nəfər ev edirdi. Bu loğmanı da bir təhər utdum. Sevimli donumu geyindim, qaşlarımın rəngini biraz açdım. Göz qapaqlarımın üstünü isə tünd qara rəngə boyadım. Bu mənim baxışlarımı daha dərin və cəlbedici edir. Saçlarımı isə həmişəki kimi boş buraxdım. Qızım, bəlkə saçlarını topuz yığıb bu şləpanı taxasan. Əlində qara şləpa ilə arxamda peyda olan anam mənə məsləhət verdi. Ana, çox şitdir bu. Siz qocalar ölürsüz də, öz orta əsrlərdən qalma dəbinizi yaşatmaq üçün, deyə narazılıqla qaşqabağımı töküb deyindim. Qızım, sənə yaxşı olanı deyirəm. Saçlarını yuxarıdan yıxsan, daha incə görünəcəksən. Şləpanı da taxsan səni daha elit göstərəcək. Ana yox, bu çox şit görünər, çünki köhnə dəbdir. Özün bil. Amma bütün günü pərəstiş elədiyin film aktrisalarının qala gecələrində necə geyindiyini nəzərindən qaçıb deyəsən. Deyərək şləpanı yatağımın üstünə qoyaraq sakitcə otaqdan çıxdı. Gözlərimi şləpaya dikərək fikrə getdim. Anamın axırıncı sözləri məni əməllicə fikirləşməyə vadar elədi. Dərhal ayağa qalxıb şləpaya tərəf qaçdım. Saçlarımı topuz yığıb şləpanı taxdım. Güzgüyə baxıb sağdan soldan özümü süzməyə başladım. Anamın ağlı orta əsrlər dövrünə uyğun olsa da, nədənsə bu şləpa məsələsində haqlı çıxdı.
Saçlarımı yığdıqda boynum incə görünürdü. Qara donumla qara şlyapa isə məni daha da qlamur göstərirdi. Görürsən, yenə də mən deyənə gəldin, deyən anam qapının ağzında durub gülümsünürdü. Əslində mən özüm də belə fikirləşmişdim, sadəcə anam sözümü kəsdi. Elza, bəsdir, mən sənin ananam, deyərək ana mətbəxə tərəf yönəldi. Bir problem var idi. Atam və maşın evdə yox idi. Bəs məni Edlinə kim aparacaq? Lənət şeytana, həmişə bir problem çıxmalıdır. Öz-özümə deyindim. Güzgünün qabağında bəzənməyə başım elə qarışmışdı ki, saatdan heç xəbərim yox idi. Anamın, Elza, sizin bu şənlik gecə başlayacaq, nə vaxt çıxacaqsan evdən, deməsi məni ayıltdı. Ana, bunu vaxtında deyə bilməzdin. Görürsən ki, mənim başım hazırlaşmağıma qarışıb, deyə onu acıladım. Yenə də həmişəki kimi hər şeyin günahını onun üstünə atdım. Qızım, mən nə dedim ki? Soruşdum ki, şənliyiniz gecə başlayır. Mən nə bilim, bəlkə şənliyiniz gecə başlayır. Of ana, of! Mən birdən 2 gecə vaxtı məclisə getmişəm. Başlama yenə sən Allah, deyə əsəbi halda çantamı yığışdırdım və tələsik evdən çıxdım. İlk gələn taksiyə əl eləyib saxladım. Maşın hələ tam dayanmamış, artıq qapını açmışdım. Bütün yol boyu nə qədər mənasız şeylər haqqında düşündüyümün fərqinə indi varıram. Məhz indi. Bəlkə də o hadisə olmasaydı, heç vaxt bunun fərqinə varmayacaqdım və yaşamadan öləcəkdim. Yol boyu maşının pəncərəsindən baxa-baxa məclisdə necə gəzəcəyim, necə danışacağım, necə güləcəyim kimi fikirlər beynimdəki düşüncələrimin epicentri idi. Evdən tələsik çıxdığıma görə mindiyim qarşıma ilk çıxan taksinin Sezarın dövründən qaldığına fikir verməmişdim. Elə isə Edlinə təxminən 100 metr qalmış taksidən düşüb piyada getmək qərarına gəldim. Belə bir qiyafədə, belə bir qədimdən qalma xarabadan düşməyim imicimə sağalmaz yara vura bilərdi. Pulu sürücüyə uzatdım, qalıq istəmədən. Bunu filmlərdə görmüşdüm. Adətən kübar qızların belə etdiyinin dəfələrlə şahid olmuşdum. Maşından düşdüm. Sülh küçəsində 20 mərtəbəli binaların altındakı səki ilə gəzə-gəzə Edlin istiqamətində addımlamağa başladım. Tələsirdim, amma sürətlə addımlaya bilməzdim, çünki mən şux və özümə arxayın şəkildə yeriməli idim. Hava biraz, əməlli başlı soyuq idi, amma məcbur qalıb dözürdüm, axı gözəllik qurban tələb edir. Hündürdaban ayaqqabılarla gəzmək də xeyli çətindir. Bəzən hətta ayağımın müvazinatını itirirəm. Amma mən bunun çox vacib olduğu fikrini beyninə yetirtmiş milyonlarla qızdan fərqlənmədiyim üçün özümü bunu sevməyə məcbur eləmişdim. Qarışmış fikirlərimdə ana xətt Sabrinanın ad günü məclisi idi. Görəsən doğru elədim şlyapa taxdım, görəsən məndən başqa şlyapa taxan olacaq, görəsən çox şit görünmür kimi fikirlər ağlımdan çıxmırdı. Həmin an növbəti bir gün, bir ay, bir il, hətta 10 il sonraki planlarıma da qətiyyətlə göz gəzdirirdim. Sanki mütləq beləcə də olacaqmış kimi. Amma bir saniyədən sonra öləcəyimi Tanrının özü gəlib desə belə inanmazdım. Telefon zəng çaldı. Sabrina idi. Gəlib çıxmadığımdan nigaran qalıb. Alo. Elza, harda qalmısan? Gəl çıx artıq, deyə ucadan danışan Sabrinanın səsini qulaq batıran musiqinin səsindən güclə seçmək olurdu. Bağışla Sabrin, evdən biraz geç çıxdım, çatıram artıq. Nə? Bura lap qarğa bazardır. Eşitmirəm nə deyirsən. Yenə də Sabrina ucadan qışqıra-qışqıra danışmağa davam elədi. Deyirəm evdən, sözümüz axıra çatdıra bilmədim. Başımdan elektrik keçdi sanki. Başıma nəsə dəydiyini hiss elədim. Əlim keyləşdi və telefonum əlimdən sürüşüb yerə düşdü. Daim qulağıma gələn, amma elə də məhəl qoymadığım maşın səsləri boğulmağa başladı. Sanki suyun altında eşidirdim bu səsləri. Gözlərim qaralmağa başladı. Artıq bir dizim asfalt döşəməyə çırpılmışdı. Biraz sonra digər dizim və daha sonra üzüm. Heç nə hiss eləmədim. Sonuncu dəfə şəhəri başayaq gördüm. Və son. Gözümə işıq gəldi. Yuxudan oyadımmış kimi hiss elədim özümü. Bütün boğazım, dilim, dodağım quruyub. Bəlkə də toz basıb. Su içmək istəyirəm. Yox. Bircə bu yox. Mən xəstəxanadayam. Deməli, olanlar yuxu deyildi. Mənim başıma dəyən hər nə zibil idisə, məni xəstəxanalıq edib. Yalnız mənim uzandığım digital yataq olan ağ rəngdə boyanmış xəstəxana palatasında ölüm sükutu hökm sürür. Aman tanrım, bu nədir? Mən tərpənə bilmirəm. Nə əlimi, nə ayağımı, nə başımı, bir sözlə heç bir yerimi tərpədə bilmirəm. Heç gözlərimi belə sağa sola çevirə bilmirəm.
Sadəcə heykəl kimi gözümü bir nöqtəyə zilləyə bilirəm. Əlimi uzadıb ağzımdakı kauçuk oksigen kasasını çıxarmaq istəyirəm. Amma heç bir hərəkət edə bilmirəm. Sanki ruhum bədənimdən çıxıb, gözlərim də əməllicə zəifləyib. Hər şeyi bulanıq görürəm. Bir sözlə, hər şeyi yuxu kimi görüb hiss edirəm. Bəzənsə görüntü itir, bütün hissiyatlar itir. Uzun müddət morfinin təsirindəymiş kimi oyaq qaldım. Görüntü itdi. Yuxuya getdim. Növbəti dəfə tanış bir səsə oyandım. Səs çox doğma gəldi. Hə, əlbəttə, bu ki anamdır. Axır ki gözümə işıq gəldi. Gözümün qarşısında ağ xəstəxana xalatı və başına selofan papaq taxmış anam canlandı. Onu tam görə bilmirdim. Hər şey obyektivi islanmış videokamera ilə çəkilmiş video görüntülər kimi görürdüm. Amma anamın ağladığını rahatca sezə bilirdim. Onun arxasında isə kimsə də yanıb. Anamı sakitləşdirməyə çalışır. Otaqda bir neçə nəfər var və hamısı da həkim xalatı geyinib. Heç kəsə ayırd etmək olmur. Amma ağlayan anamın çiyinlərindən tutub onu sakitləşdirməyə çalışanın atam olduğunu da seçə bildim. Onların yanından keçib mənə yaxınlaşan və yanımdakı aparatı qurdalayan uzun saçları və saqqalı ağarmış kişinin də həkim olduğu aydın oldu. Digərlərinin isə tibb bacıları olduğu görünür. Qızım, Elza, nə olar ayıl, ürəyimiz partlayır axı, yalvarıram qızım, deyə əlimi əlləri ilə qucaqlayan anam ağlayırdı. Sakitləş, o səni eşitmir, al bu suyu iç, deyə atam əlindəki su ilə dolu stəkanı anama uzatdı. O həmişəki kimi soyuqqanlığını qoruyub saxlamışdı. Amma mənə yaxınlaşıb əlimi tutanda əlinin titrəyişindən anladım ki, o heç də anamdan az kədərli deyil. Qorxma qızım, hər şey yaxşı olacaq. Sən sağalacaqsan, ayılacaqsan, sənə heç nə olmayacaq, biz yanındayıq. Anam titrək səsi ilə udquna-udquna danışırdı. Həkim, o məni eşidir, deyən anam ümidli baxışlarla uzun saçlı həkimə baxdı. Təəssüf edirəm. Bu komanın elə vəziyyətidir ki, necə deyim, həkim fikrini tamamlaya bilmədim. Necə yəni, mən hər şeyi əla görüb eşidirəm. Mən kədərlənmişdim, ağlamaq istəyirdim. Onlara mən yaxşıyam, sizi görürəm, eşidirəm, mən yaxşıyam demək istəyirdim. Ayağa qalxıb valideynlərimi qucaqlamaq istəyirdim. Atam anamı qucaqlamışdı. Onları belə mehriban görmək mənə heç nəsib olmamışdı. Ayağa durub onlara qoşulmaq istəyirdim. Anam ağlayırdı, atamın isə gözləri dolmuşdu. Allaha yalvarırdım ki, mənə güc versin, onları sakitləşdirə bilim. Amma bacardığım yalnız gözü və ağzı açıq vəziyyətdə ölü adam obrazına girib, gözlərimi bir nöqtəyə zilləmək idi. Butiklərdəki maneken kuklaların simaları belə məndən daha canlı idi. Arxada duran uzun saçlı, ağsaqqallı həkim mühüm söz deyəcəkmiş kimi boğazını arıtladı. Bağışlayın, deyərək köksünü ötürdü. Atam və anam heç nə demədən ona tərəf çevrildilər. Elza artıq uzun müddətdir komadadır və bu komanın 4-cü qatıdır. O bu cür çox davam gətirməyəcək. Bunu sizə statistikaya əsaslanıb deyirəm. Sözünü deyib bitirdikdən sonra jestlərlə danışdığı üçün əlində sağa-sola fırlatdığı jurnalı yenidən sinəsinə sıxdı. Həkim, sizin vəzifəniz xəstəni sağaltmaqdır. Durub burada pessimist rəylər vermək yox. Onları özünüzə saxlayın, aydındır sizə. Özünə məxsus sərt tonla danışan atam barmağı ilə həkimə dələdi. Aydındır, amma həkim nəsə deyəcəkmiş kimi jurnalı havaya qaldırdı. Sonra fikrindən daşınıb heç nə demədən çıxıb getdi. Atamın nəfəsində qəzəbli nərilti hiss edirdim. Mən başa düşə bilmirəm. Atam üsyankar səslə şikayətlənməyə başladı. Biz görmüşük xəstənin səhhəti barədə xoşa gəlməz rəy olduqda yaxınlarına yumşaq formada deyilsin. Amma bunlar? Əsəbləşmə, sakitləş, deyə dizləri üstü yatağımın yanında əyləşən anam onu sakitləşdirməyə çalışdı. Gözlərim açıq qalsa da mən yenə yuxuya gedirdim. Tez-tez də ayılırdım. Bəzən ayılanda qaranlıq olurdu. Əksər hallarda anam yanımda olurdu. Bəzən də tibb bacıları yatağımın yanındakı aparaturanı qurdalayır, nələrisə qeyd edirdilər. Anam çox vaxt tək gəlirdi yanıma. Hər dəfəsində də mənimlə dərdləşirdi. Mənim onu eşidəcəyimə ümidi vardı. Atam və həkimlə birlikdə gələndə isə onlar anamı sakitləşdirirdilər. Mənim onu eşitmək ehtimalının olmadığını deyirdilər. Mən yerimdən qışqırıb, yox, mən hər şeyi əla eşidirəm, həm də görürəm. Demək istəsəm də cansız vəziyyətdə gözlərimi bir nöqtəyə zilləməkdən başqa əlimdən heç nə gəlmirdi.
Bu dəfə anam yanıma tək gəlmişdi. Qızım, Elza, sənin üçün, sənin gülüşün üçün elə darıxmışam, kaş biləsən, deyən anam kövrəkliyini güclə boğaraq danışırdı. Xoş gördük, xanım sahab, deyə əlindəki həmişəki göy rəngdə qeyr jurnalı ilə gəzən saqqallı uzun saç həkim palataya daxil oldu. Xoş gördük, deyə anam tələsik gözünün yaşını silərək ona tərəf çevrildi. Xanım, sizə deməliyəm ki, Elza artıq 1 aydır komada yatır və onun düşdüyü bu vəziyyətdən heç kəs sağ çıxmır. Onun sağ qalma ehtimalı çox azdır. Əgər bir gün o ayansa belə, bəlkə də sizi heç tanımayacaq. Tamamilə şikəst olacaq. Sadəcə nəfəs alacaq. Onun beyni möhkəm zədələnib. Amma sizə əmin edirəm ki, onun oyanma ehtimalı sıfırdır. Komanın bu vəziyyəti ən təhlükəlisidir. Hər kəs bu cür uzun müddət yatır, daha sonra ürəyə dayanır. Elza da bilirsiniz, bu təklifi sizə vermək mənim üçün ağır da olsa, sizə demək mənim vəzifəmdir. Ümumiyyətlə, Evtanaziya sözünü eşidən kimi anam vəhşi qardal kimi həkimin üzərinə şığıdı. Xalatının yaxasından tutub onu divara tərəf itələdi. Ta ki həkimin kürəyi divara dirənədi. Siz həkimsiz ya qatil? Hə? Cavab verin mənə. Sizin vəzifəniz nədir? Adam öldürmək? Deyən anam qəzəb içində boğula-boğula həkimin üstünə qışqırmağa davam edirdi. Bütün komada yatanları belə öldürürsünüz? Baxın həkim, qulaqlarınızı açın, yaxşı-yaxşı eşidin. O qız orada 60 il belə hərəkətsiz yatsa, mən onu orada saxlayacağam. Onun təkcə ürəyi döyünür. Bu mənə bəsdir. Aydındır sizə, bu mənə bəsdir. İndi isə cəhənnəm olun buradan. Bir də bu sözü dilinizə gətirsəniz, sizi məhv edərəm. Cəhənnəm olun. Deyərək anam həkimi itələyə-itələyə palatadan qovdu. Həkim palatanı tərk etdikdən sonra anam dərindən nəfəs aldı. Əsəbindən titrəyirdi. Burnunun altında deynə-deynə mənə sarı gəldi. Yatağımın yanına gəlib diz üstə çöktü. Əlimi əlinə aldı. Qorxma qızım, qorxma. Bu başıboş əclaflar boş-boş danışmaqdan başqa heç nə bilmirlər. Sən sağalacaqsan gözəlim, sağalacaqsan. Anan yanındadır. Heç nədən narahat olma qızım. Az qalır, tezliklə ayağa duracaqsan. Mənim ağlımı isə həkimin sözləri dondurmuşdu. Onun sözləri ürəyimi ox kimi dəli-dəli eləmişdi. Boğulduğumu hiss edirdim. Deməli, mənim yatdığım bu balaca zaman içində 1 ay keçib. Mən 1 aydır komada yatıram. Bu ola bilməz. Axı necə? İçim od tutub yanırdı. İçimdə bir qasırğa var, amma simamda hələ də o daş ifadədən başqa heç nə yoxdur. Bədənim hələ də bir əşya kimi donub qalıb. Heç bir hissim üzümdə canlanmır. Hələ də meyit kimi bir nöqtəyə baxıram. Bəzən isə bir xorultulu və ağır tənəffüs. Zamanın necə keçdiyini bilmirdim. Bəlkə də daha bir neçə ay, bəlkə də bir neçə ildir ki, mən bu cür cansız vəziyyətdə yatırdım. Dəfələrlə oyanırdım və yenə də yuxuya gedirdim. Əksər hallarda oyandıqda başımın üstündə anamı görürdüm. O əzab çəkirdi. Əlimdən heç nə gəlmirdi. Anamın bu acınacaqlı vəziyyətinə ürəyim ağrıyırdı. İstəyirdim ki, uzun saçlı həkimin dediyi bu evtanaziya məsələsi ilə razılaşsın. Əslində elə mən də artıq tab gətirə bilmirdim. Hər gün anam yanıma gələndə onu eşidə bildiyimi, görə bildiyimi deyə bilmədiyim üçün, yerimdən qalxıb onu qucaqlaya bilmədiyim üçün az qala ürəyim partlayırdı. Hər dəfə anam yanıma gəldikdə ürəyim tir-tir əsir, ürəkdən ağlamaq istəyirdim. Amma bunu da bacarmırdım. Bu sıxıntılara və əzablara uzun müddət tab gətirdim. Ta ki, bu gün yatarkən qarışıq və qorxulu yuxular gördüm. Kabus dolu vahiməli yuxumda dənizdə batdığımı görürdüm. Əlim ayağım tutulub, üzə bilmirdim və boğulurdum. Diksinib ayıldıqda nəfəs ala bilməməyimin fərqinə vardım. Elə qorxulu yuxumun da səbəbi bu imiş. Hələ də boğulurdum. Bədənim qıvrılırdı, amma mən heç bir müdaxilə də bilmirdim bədənimə. Qorxu bütün bədənimi bürümüşdü. Öləcəyimi hiss edirdim. Bütün xatirələrim gözümün qabağında canlanırdı. Digital yatağımın yanında qoyulmuş aparat qulaq batıran siqnal çalmağa başladı. Dərhal ağ geyimli bir nəfər palataya daxil oldu. Məni görəcək təşviş içində cibindən dek telefon çıxardı. Bir düymə basaraq qulağına tutdu və qışqırdı. Elza sahab nəfəs almır. Bunu deyib mənə tərəf qaçdığını gördüm və görüntü zəifləyərək tədricən itdi. Yenidən özümə gələndə palatamda həkim izdihamı vardı. Başımın üstündə uzun saçlı yekəpər kişi vardı. Bu həmin baş həkim idi. Üzündəki həyəcana görə qiymətləndirsək, sanki onun dalınca vəhşi ayı düşmüşdü. Əlində tutduğu 2 dənə dəmiri bir-birinə çarpazlayır, daha sonra sinəmə sıxırdı. Hər dəfəsində az olsa sanki mənə nəfəs gəlirdi.
Bu elektroşok aparatı imiş. 200 ver, deyə həkim təşviş içində bağırdı. 240, deyə aparatın yanında duran kimsənin qıza xas olan cıyıltılı səsi gəldi. Gözlərim yenidən qaralmağa başladı. Yenidən boğuluram. Aman tanrım, deyə uzun saçlı həkim qışqırdı. Biz onu itiririk, deyə arxada duran eynəkli həkimin səsini eşitdim. Mumla, deyə uzun saçlı həkim arxaya baxmadan bağırdı. 360 ver. 360, yenə qız səsi gəldi. Hə Elza, hə qızım, möhkəm ol, deyərək sinəmə dəydikdə sinəmi az qala tavana qədər qalxıb endirən dəmirləri sinəmə toxundurdu. 360, deyə yenə bağırdı həkim. 360. Uzun saçlı həkim başını qaldırıb, Tanrı, sən kömək ol, deyərək yenə də elektrik dəmirləri sinəmə sıxdı. Biz onu itirmişik, deyə yenə arxadakı eynəkli həkimin səsi gəldi. Cəhənnəm ol palatadan, yoxsa bu dəqiqə səni itirəcəyik, deyərək uzun saçlı həkim şir kimi arxada duran arıq cüssəli eynəkli həkimin üstünə nərildədi. Bir də 360, 360. Aman Allahım, o ölmək üçün çox balacadır. Ona rəhm elə, sənə yalvarıram, deyərək bir-birinə çarpazladığı cihazları yenidən sinəmə sıxdı. Bu dəfə görüntümü və şuurumu tam itirdim. Yenə özümə gəldim. Bu dəfə həkimlərin arası bir tərəfə sərələnmişdi. Uzun saçlı həkim başındakı papağı çıxarmışdı. Alnındakı təri silib su butulkasını başına çəkdi. Görünür onlar artıq təslim olmuşdular. Ölümümlə razılaşmışdılar. Amma axı bu necə ölümdür? Mən indi çürüməyimi dəzləyəcəm. Bunlar Tanrının cəzasıdır mənə. Qışqırıb bir də sınamalarını xahiş etmək istirdim, amma heç nə alınmayacağını anlayıb arzumdan əl çəkdim. Uzun saçlı həkim başına çəkdiyi su butulkasındakı suyu axıracan içib butulkanı tibb başına uzadıb dərin bir ah çəkdi. Mənə tərəf döndükdə qeyri-ixtiyari gözləri parıldayaraq İlahi, deyə qışqırdı. Başını əllərinin arasına alaraq Elza oyandı, millət, o oyandı, həkim qışqırmağa başladı. Nədən danışdığını anlaya bilmirdim. Qızım, necəsən, özünü necə hiss edirsən? Deyə ağzıma taxılmış və şlanqla birləşdirilmiş kauçuk kasanı ağzından aralayıb çıxardı. Bu süni nəfəs aparatı idi. Həkimə heç bir cavab verməyə cəhd göstərmədim. Artıq vəziyyətimlə çoxdan barışmışdım. Amma birdən gözlərimi sağa sola gəzdirə bildiyimin fərqinə vardım. Deyəsən məndə irəliləyişlər var idi. Daha yaxşı əmin olmaq üçün əlimi havaya qaldırmağa cəhd elədim. Gözlərimə inana bilmirdim. Əlimi rahatlıqla havaya qaldırmışdım. Tez xanım və cənab sahaba zəng vurun, deyərək tibb bacılarına şadyanalıqla əmr eləyən uzun saçlı həkim yenidən mənə tərəf döndü. Elza, danışa bilirsən? Bir söz də görüm. Bir söz. Öz səsimi eşitdim. Ay səni, deyərək qəhqəhə çəkdi həkim. O bir söz dedi, millət, deyərək yenidən güldü. Digərləri də ona qoşuldular. Tanrıya çox şükür qızım. Artıq bir aydan çox idi ki, komada yatırdım. Heç bir ümidimiz qalmamışdı, deyən həkimin üzündəki təbəssüm yerinin yarısını ciddiliyə verdi. Əslində mən adi halda 7 saatdan artıq yatmıram. Yalnız bazar günləri bu 8 olur. Daha zamanın qədrini yaxşı bilərsən. Az yatarsan, deyə hırıldadı. Həkim, mənə nə olmuşdu? Mənə çox maraqlı olan sualı axır ki kiməsə verə bildim. Binanın fasadından qopan elə sənin başından azca balaca olan beton qırıntısı sənin başına düşmüşdü. Sağ qalmağına görə təşəkkür əlaməti olaraq bundan sonra həmişə saçını topuz yığıb başına şlyapa taxmalısan, deyə həkim mülayimliklə gülümsündü. Anlamadım, necə yəni? Sən əlini aşağı sal, deyəcəm, deyə həkim sağ tərəfi göstərdi. Həkimin göstərdiyi tərəfə baxdıqda bədənimi idarə edib bilib bilməməyimi sınamaq üçün havaya qaldırdığım sağ əlimin hələ də havada qaldığını görəndə məni gülməyə tutdu. Amma silkələnəndə başım ağrıdığından gülüşümü boğdum. Bax belə, deyə həkim gülümsəyib davam etdi. Əgər sənin saçlarının hamısı bir yerə yığılıb yumşaq qat əmələ gətirməsəydi və başındakı şlyapa keçilməz qat yaratmasaydı, beton qırıntısı başını yarar və yerindəcə keçinərdin. Və mən indi çay fasiləmdən durub bura qaçmalı olmazdım. İnan ki, arvadım burada can versə çay fasiləmdən əl çəkməzdim. Çay fasiləsi mənim üçün müqəddəsdir. Onu heç kəsə bağışlamaram. Deyib üzündə təbəssümlə sakitcə gözlərini yumub açaraq dediyi sözləri təsdiqlədi. Qızım, Elza, Elza, həyəcanla mənə tərəf qaçan anamın gözlərindəki sevincin həddi hüdudu yox idi. Onun arxasınca atam gəlirdi.
Anam çatan kimi məni qucaqladı. Bu dəfə çətinliklə də olsa yerimdən qımıldanıb ona cavab verə bildim. Qollarımı açıb onu qucaqladım. Anam sevincindən ağlayırdı. Elə bil ki, o biraz da mənim qızımdır, deyərək atam anamı araladı və özü məni qucaqladı. Qızım, Tanrıya şükürlər olsun, yenidən bizimləsən. Bu müddət ərzində yaşamadıqlarımız qalmadı, atam dedi. Hələ də gözlərimə inana bilmirəm. Şükür sənə, ilahi, şükür, deyə anam gözlərini yuxarı dikdi. Uzandığım digital yatağımın bir tərəfində atam, bir tərəfində anam oturub bərk-bərk əllərimdən tutmuşdular. Mənə elə heyranlıqla baxırdılar ki, onlara əvvəllər göstərdiyim soyuq və kobud münasibətimə görə xəcalət çəkirdim. Bizi elə qorxutdun ki, qızım, əlini yanağıma çəkərək anam dilləndi. Bağışla ana, daha başıma təbiqə taxıb gezəcəm. Ona ehtiyac yoxdur. Daha otağından çıxmayacaqsan, deyə ciddi görkəm alaraq danışan atan gülüşünü axıra qədər boğa bilmədi. Anamın sevincinin həddi-hüdudu yox idi. Mənim oyanmağıma məndən çox sevinmişdi. Gah əllərimi əlinə alıb sinəsinə sıxır, gah başımı sığallayır, gah da öpürdü məni. Atam alnını qırışdırıb tərs-tərs uzun saçlı həkimə baxdıqda həkim, mən günahkar deyiləm demək istəyirmiş kimi əllərini havaya açıb, bağışlayın, səhv eləmişəm. Bizim təcrübəmizdə hələ belə bir şey olmamışdı. Həm də ki, mənə verilən əmri sizə çatdırmaq vəzifə borcum idi. Üzr istəyirəm sizdən, deyə üzrxahlıqla dilləndi. Ata, mən oyanmağıma görə cənab uzunsaçlıya borcluyam. Sən bir onu görəydin, deyə atamın ürəyindəkimə qarşı olan kinini öldürməyə çalışdım. Həkim buna layiq idi. O əlindən gələni eləmişdi mənim üçün. Çox sağ olun həkim, deyərək atam uzunsaçlı həkimi qucaqlayıb, kürəyini 3 dəfə şapalaqladı. Mən anlamıram da bu kişilərin qucaqlaşanda bir-birinin kürəklərini 3 dəfə şapalaq vurmalarını. Daha 3 gün xəstəxanada qaldım və nəhayət evə buraxıldım. Artıq istədiyim hər şeyi edə bilirdim. Hüseyin Volt qədər olmasa da, yavaş-yavaş çox silkələnmədən qaça da bilirdim. Amma çatışmayan bircə şey var idi. Mənim saçlarım. Onları dibdən kəsmişdilər. Fantomasdan yeganə fərqim alnımda qırışlarımın olmaması idi. Amma bu artıq qətiyyən vecimə deyildi. Artıq əvvəlki o cicimici Elzanı o tutqun rəngli binanın altında bastırmışdım. Əvvəlki kimi mənalı don geyinib mənasız şeylərin dalınca qaçaraq özümü yormurdum. Həyatdan maksimum həzz almağa çalışırdım. Artıq hər növbəti saniyədə ölümlə üzbəüz gəlmə ehtimalım olduğunu anlamışdım. Buna görə də həyatımı istədiyim və lazım olan kimi yaşamaq qərarına gəldim. Bütün donlarımı, qlamur geyimlərimi, kosmetoloji vasitələrimi tulladım. Donlarım yerini üstündə məzəli karikaturalar olan koftalara və kompleksi öldürən yamaqlı cins şalvarlara verdi. Hündürdaban ayaqqabılarım isə öz yerini rəngarəng konverslərə və Nike-lara verdi. Lap yanımızdan asteroid keçdiyi üçün ailəmizdə də ekstra mehribanlıq yaranmışdı. Artıq bir yumruq kimiyik, bütün yaranmış problemləri ağrıtsa da öldürməz şüarı ilə kiçildib əridirik. Otağımdan Steve Jobs'un bir fikrini çap elətdirib astım. Hər gününü son günün kimi yaşa. Bir gün haqlı çıxacaqsan. Bu fikir həyatımın prioritet məsələsinə çevrildi. Doğrudan da hər günümü son günüm kimi yaşamağa qərar verdim. Arzuladığım hər şeyi imkan daxilində eləməyə çalışırdım. Bu məni üzərində 10 dənə arzumun yazıldığı arzu listimi yazmağıma sövq elədi. Arzu listimdə hər bir arzumun öz rəngi var və onları nömrələyib otağımdan astım. 1. Biləyimdə qum saatı tatusu döydürmək. Bu zamanın axıb getdiyini tez-tez xatırladacaq mənə. 2. Universitetdən çıxmaq. 3. Motosiklet almaq. 4. Geniş bir düzənlikdə yəhərsiz at sürmək. 5. Paraşütlə tullanmaq. 6. Hər hansı maraqlı taleyi olan adama həyatı haqda roman yazdırıb onu keçmişinə qaytarmaq. Daha sonra özüm o romanı oxuyum. 7. Kaliforniyaya gedirək gecə vaxtı okean sahilində səmadakı nəhəng ayı yaxından seyr eləmək. 8. Musiqili və az işıqlandırılmış barda barmen işləmək. 9. Pianoda Frederick Chopin'in romantika bəstəsini ifadə eləmək. 10. Bumpy Jumping. Valideynlərim hətta universitetdən çıxmaq və barda işləmək arzuma belə müsbət yanaşdı. Hansı ki, yatsam yuxuma da girməzdi. Universitetdəki adamları bir daha görmək istəmirdim. Qorxurdum onların təsirinə düşüb yenidən əvvəlki kimi olaram. Həm də ki, ən gözəl zamanlarını tutqun dərs otaqlarının, müəllimlərin özləri haqda, gənclikləri gəzdiyi
Gənclikləri, gəzdiyi ölkələr haqqında və tutduğu titullar haqqında, balalarının necə nümunəvi uşaqlar olduğu haqqında ağız dolusu pafoslu danışmaları və söhbət mühazirə deməyə gəlib çatdıqda isə ilk dəfə gördüyü, üzünə baxıb hıqqana-hıqqana özləri də başa düşmədiyi şeyləri oxumalarını nifrət edirdim. Tələbələr isə əllərində smartfon öz aləmlərində. Bəs məqsəd nədir? Bir ömür boyu hər sutkanın 8 saatını sıxıcı ortamda məcbur işləmək. Mənim belə niyyətim olmadığını valideynlərimə dedim və razılaşdılar. Əslində, hər sutkanın 8 saatını istəmədiyi ortama həsr eləmək mənə dəyən şillənin dəyməyən adama məsləhətidir. Onlar bütün gün evdə qalsalar, ailə arasında mehribançılıq elə də güclü olmayacaq. İnsan gərək biraz ayrılıq görməlidir. İstəmədiyi mühitdə qalmalıdır ki, yaxınları üçün darıxsın və onların qədrini bilsin. Artıq həyatıma rəng qatacaq çox şeylər vardı. Evimizin yaxınlığında barda barmen kimi işə düzəldim. Bakıda bar deyiləndə ilk olaraq fahişəxana ağla gəlir. Amma bizim Hallinasda şərait tamam başqadır. Hallinasın giriş qapısında keşik çəkən yekəpər Herakl, biz onu belə adlandırırıq. Özlərini ictimai yerlərdə apara bilməyənləri bara daxil olmamasını qadağan edir. Buranın sakit və zəif işıqlandırılmış salonu kənara çəkilib özləri ilə biraz vaxt keçirməyə ehtiyacı olan insanlar üçün yaxşı təsir bağışlayır. Onlar burada sərxoş olunca içib musiqi dinləyirlər. Tez-tez atam və anam da birlikdə bura gəlirlər. Birlikdə içki içib söhbət edirlər. Əsl məqsəd isə mənim işlərimin necə getdiyini yoxlamaqdır. Əla agentdilər. Bəli, arzularım da bir-bir reallaşırdı. Atam və anamla Norveçə səfər elədik. Satestal vilayətində hər tərəfi yamyaşıl olan bir düzənlikdə atamla paraşütlə tullandıq. Anama gəldikdə isə onu Norveçə təyyarə ilə güclə gətirdik. Qalmışdı ki, paraşüt ola. Bumpy jumping və yəhərsiz at sürmək arzularımı da Satestalda keçirdiyimiz rəngarəng unudulmaz bir həftənin içində reallaşdırdım. Norveçdən sonraki səfərimiz Birləşmiş Ştatları oldu. Birbaşa Kaliforniyaya uçan təyyarə olmadığından New Yorku da gəzmək nəsib oldu bizə. Və nəhayət Kaliforniya. Kaliforniya ilə bağlı olan bu arzum ən favorit arzularımdan idi. Uşaqlıqdan ayı yaxından görmək istəmişəm. Kaliforniya dünyanın ən gözəl şəhəri. Kaliforniyalılar isə dünyanın ən şanslı adamlarıdır bəlkə də. Burada adam özünü lap dünyanın zirvəsində hiss eləyir. Beləliklə axşam düşdü. Bol ulduzlu səmada ay elə nəhəng görünürdü ki. Bu möhtəşəm mənzərə idi. Atam və anam qumlu sahildə tonqal qalayıb söhbət edirdilər. Mən isə onlardan uzaqlaşıb ayı sanki ilk və son dəfə görürmüş kimi heyranlıqla tamaşa eləyirdim. Bu mənzərə məni valeh eləmişdi. Amma işi ilə əlaqədar tez qayıtmalı olsaq da, atamın işi ilə əlaqədar, elə razılaşdıq ki, daha 3 gün Kaliforniyada qalaq. Beləliklə növbəti 3 gecə bezmədən və eyni maraqla möhtəşəm ay mənzərəsini seyr elədim. Kaliforniyadan qayıdan kimi motosiklet almaq üçün pul topladığım, üzərində Harley Davidson yazılan bankanı atam və anamın alqış sədaları altında sındırdım. Pulları bir yerdə saydıq, cəmi 1326 manat elədi. Əlbəttə ki, 1326 manata Harley Davidsonun yalnız gödəkçəsini ala bilərdim. 1326 manatın üzərinə atam 33.674 manat qoydu. Beləliklə 35.000 manata ilk gördüyümdə mənə gözü bərəli wow dedirtdirəcək və atamı bərk-bərk qucaqlatdıracaq üstündə 2 qırmızı qoşa xətt uzanan qara rəngdə Harley Davidson aldıq. Maraqlı arzularımdan biri də Frederick Chopin'in romantika bəstəsini pianoda ifa eləmək idi. Nəticədə anamın ad günündə mən arzular kağızını otağıma astığımdan bir həftə sonra otağımda peyda olan pianoda ifa elədim. Bundan sonra demək olar hər gün bu musiqini ifa edirdim. Artıq həyatımdan əməllicə zövq alırdım. Pianomdan, motosikletimdən, işimdən həzz alırdım. Gecələri daha çox sevdiyimdən müəyyən müddətlik Hallinasda gecə növbəsində işləməyə başladım. Bəzən gecələr küçəyə çıxıb ayı seyr edirdim. Amma Bakı səmasında ay çox cılız və uzaq idi. Hər şey öz axarında gedir. Amma mənim gözlərim hələ də axtarışdadır. Arzular listimdə üzərindən xətt çəkilməyən bir arzu qalıb. Sarı flomasterlə yazdığım bu arzu, maraqlı bir kimsənin həyat hekayəsini yazdırmaq, onu keçmişinə qaytarmaq idi. Və onun həyatını özüm də oxumalıydım. Amma belə maraqlı birini nə qədər axtarsam da hələ tapmamışdım. Bəzən mənə elə gəlirdi ki, ətrafımdakı insanlar hamısı androiddir. Hamısı eyni proqramlaşdırılıb. Eyni axmaqlıqlar, eyni zarafatlar, eyni həyat hekayələri. Onlara nə yazdırasan? Hallinasda adi gecələrdən biri. Qəribə bir tip Hallinasın divarları ilə eyni rəng boyanmış, yəni tünd qəhvəyə qapısını ağır-ağır açaraq içəri daxil oldu.
İçəri keçdikdən sonra sanki qapının ağzında dondu. Hərəkətsiz halda yerində qaldı. Ağzına qədər sallanan sarı kapşonu üzünü tamamilə gizlədirdi. Çiyninə qədər sallanan uzun saçları isə kapşonun qıraqlarından süzülürdü. Eləcə də uzun saqqallı. Saçı saqqalına qarışmış dəməlli başlı. Qərəzə qalsa bu adam haqda ancaq mağara adamı demək olardı. Bir müddət sonra ağır-ağır addımlarla bar piştaxtasına tərəf addımladı. Əlimdəki sildiyim bakalı və dəsmalı bir kənara qoyub onu izləməyə başladım. Adamın yerişinə görə mühakimə etsək, onu ya yaxşıca döymüşdülər, ya da həyat onu çox ağır sınaqlara çəkmişdi. Hansı ki, bu sınaqlar normal adamlar üçün nəzərdə tutulmayıb. Paltarlarının cırılıb dağılmamağı və təmiz vəziyyətdə olması onun döyülməməyinə işarət idi. Deməli, bu gənc oğlan həyatla yola gedə bilməmişdi. Hər şey tüpürmüş, insan təəssüratı yaradan oğlan zombilərə xas yöndəmsiz yerişlə bar piştaxtasına yaxınlaşaraq çətinliklə hündür stulda əyləşdi. Dirsəklərini piştaxtanın üzərinə qoyaraq başını qolları arasına aldı. "Buyurun, nə içəcəksiniz?" deyə təbəssümlə soruşdum. Yorğun görünən sarı kapşonlu oğlan halsız vəziyyətdə əlini kapşonun cibinə apardı, biraz eşələdikdən sonra narazı halda ah çəkib əlini yenidən piştaxtanın üzərinə qoydu və o biri əlini kapşonun digər cibinə atdı. Çıxardığı onluğu piştaxtanın üzərinə qoyub başını masaya dayadı. "Mən pul istəmədim. Bilmək olar nə içəcəksiniz?" deyə yenidən soruşdum. Sarı kapşonlu ağır və xırıltılı nəfəs alaraq başını güclə qaldırdı. Sağa sola baxdıqdan sonra Bayern pivəsinin aparatını gördü. Əli ilə aparatı işarə elədi. Əli bandana ilə sarılmışdı. "Deyəsən yanılmışam. O doğrudan da dava eləyib. Çünki əlini sarıdığı bandana qana boyanmışdı. Qıraqlarında da qan ləkələri vardı." "Əla, deməli Bayern içirik," deyə əlimdə sildiyim bakalı Bayern pivəsi ilə doldurub qabağına qoydum. Gənc oğlan bakalı iki əli ilə ilk dəfə əlinə alırmış kimi yöndəmsizcəsinə götürüb başına çəkdi. Bir neçə cəhdlə içib bitirdi. Hər dəfəsində də pivənin acısından ağız-burnu turşudurdu. Bakalı boşaltdıqdan sonra yenidən başını masaya atdı. Bakalı götürüb bu dəfə Baltika 9 süzüb qabağına qoydum. "Ey, sən, hansı mağaradan gəlmisən?" deyə onu səslədim. Heç bir cavab almadım. O məni eşitmirdi sanki. Nəinki mənə, ümumiyyətlə heç nəyə məhəl qoymurdu. Gah başını qaldırıb baxışlarını bir nöqtəyə zilləyir, gah da başını masaya atıb yatırdı. Hardansa ürəyimə dammışdı ki, bu oğlan mənim 6-cı arzumu gerçəkləşdirə biləcək adam ola bilər. Kapşonun rəngi də 6-cı arzumun rəngi ilə üst-üstə düşür. Deyəsən mağaralar düşündüyümüz qədər geridə qalmayıb. Jack Jones butikləri filan var orada, kapşonum pis deyil, deyə yenidən şansımı sınadım. Sanki divarla danışırdım. Oğlan qətiyyən dediklərimi reaksiya vermirdi. Süzdüyüm içkini heç nə demədən içir və yenidən baxışlarına bir nöqtəyə zilləyirdi. Mənim ona ürəyim ağrıyırdı nədənsə. Gün kimi aydın idi ki, onun böyük dərdi var. Yoxsa dağ boyda bir insanın bu vəziyyətə düşməsi qeyri-mümkün halda. "Alo, mənə eşidirsən? Orada vəziyyət necədir?" deyərək əlimi onun qarşısında aşağı-yuxarı yellətdim. Oğlan yenə də heç bir reaksiya vermədi. Bir anlıq qorxdum. Özümü ruh kimi hiss elədim. Renat, məni görə bilirsən?" Ofisiantımızdan pıçıltı ilə soruşdum. "Elza, sən gicləməyə başladınsa dayandırmaq qeyri-mümkündür. Bədbəxtlikdən bir start-stop düymən də yoxdur qızım," deyə Renat yalnız özü güldüyü şit zarafatlarına başladı. "Elza, sən gicləməyə başladınsa fa. Sən yaxşı zarafat eləmə Renat," deyə onu acıladım. Özümü qəribə oğlan tərəfə döndərdiyimdə artıq onun özünə məxsus zombi yerişi ilə qapıya doğru addımladığını gördüm. Bütün iş günü və evdə bu oğlan haqda düşünürdüm. Görəsən bu adamın həyatında nə baş verib belə? Onu bu vəziyyətə salan nə ola bilər axı? Bilirdim ki, onu bir də görə bilməyəcəm. İçki içməyimdən bəlli idi ki, ilk və son dəfə içirdi. Amma özümə söz verdim ki, bir də əlimə düşsə belə rahatlıqla canını qurtarmayacaq. Mütləq onu dindirəcəm. Nədənsə onun həyatı hədsiz dərəcədə maraqlı gəlirdi mənə. Gözlənilməz olsa da növbəti gün yenə də qəribə oğlan halinasa gəldi. Cibindən 2 dənə beşlik çıxarıb masanın üstünə atdı və yenə də əvvəlki tək başını masanın üstünə qoydu. "Xoş gəlmisən cənab dərd. Bir də bura gələcəyini düşünmürdüm," deyərək Baltika 9 süzüb qabağına qoydum. Başını qaldırdıqda əlimi çənəsinin altında sağa-sola gəzdirdim ki, bəlkə burada özündən başqa da insanların olduğunun fərqinə varar. Amma yenə də heç bir xeyri yox idi.
Artıq bir neçə gün idi ki, sarı kapşonlu oğlan Hallinasa gəlir, cibindən ya 10-luq ya da 2 dənə 5-lik çıxarıb masanın üzərinə qoyur. Nə içki verdiyimə baxmayaraq qabağına qoyduğumu içir, bir kəlmə belə kəsmədən çıxıb gedirdi. Nə qədər onu dindirməyə çalışsam da, nə mənə, nə də ki, ətrafdakı kimsəyə məhəl qoymurdu. Qapının açılma tərzindən anladım ki, gələn sarı kapşonludur. Elə də oldu. Lalbəkar oğlan həmişəki kimi içəri girəndə bir anlıq yerində duruxdu və yenə də yöndəmsiz zombi addımları ilə bar piştaxtasına tərəf gəlib həmişəki yerində əyləşdi. Cebindən bir 10-luq çıxardıb masanın üstünə atdı və baxışlarını bir nöqtəyə zilləməyə başladı. Səndən küsmüşəm, deyərək Efeslə doldurduğum bakalı qarşısına qoydum. Heç nə demədən bakalı əlinə alıb seyr eləməyə başladı. Eşidirsən məni? Deyirəm küsmüşəm səndən, küsmüşəm, danışmayacam daha səndən. Sarı kapşonlu sözlərimə heç bir reaksiya vermədən pivə bakalını başına çəkdi. Ay uşaq, küsmüşəm səndən, danışmayacam bir də səndən. Mənlə barışmağı ağlından belə keçirmə. Çox tərsəm, aydındır sənə? Əla. Hallinasın küçələrində yerləşdirilən səs gücləndiricilərdəki musiqi dəyişdi. Rufus Wainwright Halleluya oxumağa başladı. Elə ilk notlarından sarı kapşonlu musiqiyə reaksiya verdi. Dərhal başını qaldırdı. Titrəməyə başladı. İlk nəqarət başlayan kimi əlindəki pivə bakalı yerə düşərək çilik-çilik oldu. Hürkmüş heyvan kimi başını qaldırıb sağa sola baxdı. Sarı kapşonlu ayağa qalxıb nəfəsini nərilti ilə alıb verməyə başladı. Onun uğultusunu eşidirdim. İkinci nəqarətində hər kəsi diksindirəcək bir nərə çəkdi. Qorxumdan mən də diksindim. Oğlan daha bir vahiməli nərilti ilə bağıraraq qaça-qaça barı tərk elədi. O gedən kimi mən xəyallar dənizinə düşdüm. Görəsən bu mahnı onu niyə bu vəziyyətə saldı? Axı niyə belə eləsin ki, kimi fikirlər məni rahat buraxmırdı. Bir gün qərara aldım ki, onun ağzından bir kəlmə almasam vurub öldürəcəm onu. Xeyr ola, özünü tanrı sayır. Yox qardaş, elə deyil. Bu adam çox özündən razıdır. Olsun, lap yaxşı, amma mənim üçün bu lənətə gəlmiş romanı yazacaq. Yazmaq məcburiyyətindədir. Hər şeyində bir həddi var. Səbir kasam daşdı artıq. Növbəti gün. Bir gözüm işimdə, bir gözüm qapdadır. Səbirsizliklə onu gözləyirəm və nəhayət qəribə oğlan içəri daxil oldu. Həmişəki marşrutla gəlib piştaxtanın önündə əyləşdi. Cibindən 10-luq çıxardıb masaya qoydu. Hey, sənə nə olub? Deyə soruşdum. Dostum, danış görüm dərdin nədir? Bax, axı belə olmaz, mən sənə kömək etmək istəyirəm. Dərdini mənə danışa bilərsən. Sakitliyimi qoruyub saxlamışdım. Əgər sənin dərdini kiməsə danışmasan, səni içinə alacaq. Səni öldürəcək yavaş-yavaş. Bu qədər. Artıq bəsir məncə. Səbir kasam daşdı. Stəkana soyuq su doldurub başına tökdüm. Gözlərimə inanmadım. Adam heç bir reaksiya vermədi. Artıq məsələnin nə qədər ciddi olduğunu anlamağa başlamışdım. Adam refleksini belə itirmişdi. Refleksindən imtina etmək üçün insanın gərək dünya boyda dərdi ola. Bağışla dostum, bağışla, mən belə etmək istəmirdim. Deyərək bir neçə dəfə başına sığal çəkdim. Bu dəfə bakalına viski süzüb qabağına qoydum ki, bəlkə nəsə bir reaksiya verər. Heç nə demədən bakalı başına çəkdi. İlk qurtumu udduqda bakalı düşdü əlindən, öskürməyə başladı. Bir neçə iniltili səs çıxardı. Ağır bir nəfəs alaraq, məni, dedi. İlk dəfə onun xırıltılı səsini eşitdim. Aha, səni nə, de görüm səni nə? Səbirsizliklə ondan cavab almağa çalışırdım. Yenə bir neçə ağır bir öskürəkdən sonra boğazını arıtlayıb, incidirsən, dedi. Lap xəcalət çəkdim hərəkətimdən. Əlimin içi ilə gicgahımdan vurdum. Ay axmaq, sənə nə lazımdır? Nə dirəşmirsən? Görmürsən yazıq nə vəziyyətdədir? Hələ içki içməyən adama bakalda viski üzürsən, deyə danladım özümü. Bağışla dostum, bağışla. Mən utandım hərəkətimdən, özümdən asılı deyildi. Üzrxahlıqla yöndəmsiz bir gediş elədim. Qəribə oğlan heç nə demədən öskürə-öskürə ayağa qalxdı. Özünə xas həvəssiz və yorğun addımlarla çıxışa doğru addımlamağa başladı. Artıq dəqiq bilirdim ki, bir də Hallinasa gəlməyəcək. Bu halda mən vicdan əzabı çəkəcəkdim. Ona mütləq özümü bağışlatdırmalıydım. Dözə bilməyib arxasınca qaçdım. Hallinasdan 10-15 metr uzaqlaşmışdı. Hey dostum, gözlə, gözlə. Məhəl qoymadan yoluna davam edirdi. Nəhayət gəlib çatdım ona. Çatan kimi kapşonunu çəkdim başından. Dayan, biz danışmalıyıq, təng nəfəs halda dedim. Nə barədə? Xırıltılı səsini eşitdim. Bu zavallı həm də
kəkəliyirmiş. Yəni sənin problemin nədir? Yəni bu haqda deyə çaşbaş halda başımı buladım. Sənə dəxli yoxdur, deyərək yoluna davam elədi. Yerimdə donub qaldım. Anladım ki, doğrudan da bu adamın problemlərindən mənə nə? Görəsən məni bu qədər incitsəydilər, nə reaksiya verərdim?